Yanvarın 21-də Xankəndi şəhərinə ilk köç prosesi baş tutub. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə Respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərdən ibarət 36 ailə doğma yurduna qayıdıb. Onların 35 ildən sonra Xankəndiyə qayıdışı böyük coşqu ilə qarşılandı. Əvvəlcə dövlət himni səsləndirildi. Bizə torpaqlarımızı qaytaran şəhidlərimizin ruhu Xankəndidə ehtiramla yad olundu. Sakinlərə yeni mənzillərin açarlarını təqdim edən Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qeyd edək ki, Xankəndi şəhərinə ilk köç bölgədə həyatın bərpası və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində mühüm mərhələ hesab olunur. 35 ildən sonra şəhərə həyat yenidən qayıdır. Xankəndidə bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Dövlət proqramı çərçivəsində ailələrin məskunlaşacağı mənzillər əsaslı şəkildə təmir edilib. Bütün zəruri kommunal və sosial infrastrukturla təmin olunub. Böyük qayıdış proqramı çərçivəsində həyata keçirilən köç prosesi bundan sonra da Xankəndi şəhərinə mərhələli şəkildə davam etdiriləcək. Allah təala bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün qazilərimizə şəfa versin. Hörmətli Ali Baş Komandanımız, hörmətli cənab Prezidentimizə can sağlığı versin. Allah təaladan can sağlığı arzu edirəm ki, bugünkü günü bizə nəsib elədi. Bugünkü gün o qədər Xankəndi sakinlərini bir daha təbrik edirəm, ürəkdən təbrik edirəm hər birini. Çox sevinirəm ki, bu günlərin biz vətəndəyik. Allah cənabımızın canını sağ eləsin, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allah can sağlığı versin. Günay Hüseynova, Şamxal Adıgözəlov, Həcər Həsənova bugün informasiya proqramı üçün.